Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Peyman və dostluqda vəfasızlıq edənlər barəsində möminlərin əmiri Əmir əl-Möminin Əli əleyhissalam buyurmuşdur. Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. Nə üçün? Bunun mənası nədir? Mənası ondadır ki, öz peyman və dostluğuna vəfa etməyən kəs Allahın göstərişinə əməl etməyib. Allah Teala bizləri peyman və dostluğuna vəfa edənlərdən qərar versin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.